Hər vaxtınız xeyir olsun yoldaşlar. Belə bir şifrələnmə sualı ilə qarşınızdayıq. Son imtahanlarda müəyyən qədər düşür. Dərslərimizdə bütün tələbələrə göstərmişik, sınavımıza da salmışıq. Lakin istədik ki, hamı məlumatlı olsun, imtahanda yaza bilsin. Müxtəlif operatorlar müxtəlif iş görür. Baxın, üçbucaq operatoru hərfləri həm böyüdür, həm də sırasını dəyişir. Dairə operatoru hərfləri kiçildir, həm də sırasını dəyişir. Kvadrat operatoru isə hərfləri böyük olaraq saxlasa da sırasını dəyişir. Deyir, hansı variantdakı sözə bu operatorları dalbadal tətbiq etsək, bax bu alınır. Sizin birinci işiniz bunları nömrələmək olsun. Məsələn, baxın, 1, 2, 3 və 4. Ki verin, A birincidir, elə birinci qalır, B ikincidir, gedib axıra, C 3'dür, D də 4'dür. Elə bir bunu nömrələyərək sıranın necə dəyişdiyini hiss edirsiniz. Ki verin, 1, 2, 3, 4, 1, 3, 2, 4. Burada da fikir verin. 1, 2, 3, 4, 4, 3, 2, 1. Yoldaşlar, bu sözə birinci dairə operatoru tətbiq olunur, nəsə alınır, ondan sonra üçbucaq tətbiq olunur, nəsə alınır, ən axırda kvadrat tətbiq olunur, bu alınır. Fikir verin, kvadratın nəticəsi bu deyil, 4, 3, 2, 1. 4, 3, 2, 1. Geri qayıdın. Düşünün ki, kvadratın operatorunun içində hansı söz idi ki, 4, 3, 2, 1 sırasıyla bunu verirlər. 4, 3, 2, 1'i 1, 2, 3, 4 olarak dala qaytarın. Bak, birinci V hərfidir, sonra M, sonra S, sonra da F. Deməli, kvadrat operatorunu icra etdik. Özdə hərflər böyük idi, böyük də saxladıq. İndi düşünün ki, bak bunu silin zihninizdən. Bu VM, SF'i yazın bura və fikirləşin ki, üçbucaq operatoru balaca hərfləri böyük hərflərə çevirmir. Nömrələməni yazın. 1, 4, 3, 2. Qaytarın bunu dala. 1 V'dır, amma balaca. Sonra 2 F'dır, balaca. 3 S'dır, 4 də M'dır. Fikir verdiniz, üçbucaq operatorunu da icra etdik. Qaldı dairə operatoru. Bunu da nəzərinizdən yığışdırın artıq. Fikirləşin ki, dairə operatoru nə edir? Böyük hərfləri kiçildir bu sıralamayla. Kiçildib bunu alıbsa, bu nömrələri bura yazın. 1, 3, 2, 4. Və sonra geri qaytarın. Hərflər böyüyür. 1, sonra 2, sonra 3, F, sonra da M verilir. V, S, F, M. Tutaq ki, bu metodla əziyyət çəkdiniz. Bəs bu sualı başqa cür necə həll eləmək olar? Variantla da işləyə bilərsiniz. Gəlin, bunu variantla da işləyək. Birbaşa doğru cavabı işləyirəm ki, bizim videoda çox vaxtımız getməsin, amma imtihanda siz bunu variantla işləsəz çox vaxt gedəcək. Doğru cavab V, S, F, M-dir, düzdür. Digər yerə onu yoxlayıram. V, S, F, M. Yazın, səliqə ilə başa düşəsiniz. Birinci ona dairəni tətbiq edəndə dairə hərfləri balacalaşdırır və birinci hərfi birinci saxlayır, V-ni V kimi saxlayır. Sonra ikinci hərfi üçüncü mövqeyə yazır. Sonra üçüncü hərfi ikinci mövqeyə yazır. F-ni. Sonra da mı? Dairəni etdik. İndi buna üçbucağı tətbiq edin. Üçbucaq hərfləri böyüdür. Birinci hərfi birinci kimi saxlayır. İkinci hərfi axıra atır. Üçüncü hərfi üçüncü kimi saxlayır. Bir dəqiqə. Üçüncü hərfi üçüncü kimi saxlayır. Bəli. Sonuncu hərfi ikinci mövqeyə salır. Bunu da həll etdik. İndi fikirləşin. Kvadrat bu sözü belə deyək. Kvadrat nə edirdi? Kvadrat hərflərin yerini bax. B, D, A, C. Burada C, A, D, B. Tərsinə çevirir. Bunu tərsinə çevirsəz
Birinci nə gələcək? F, sonra S, sonra M, sonra B. Fikir verin. Bax, düzdür. Belə də eləyə bilərsiniz, digər formatda da eləyə bilərsiniz. Şifrələmənin son bir neçə ayda istifadə olunan tipidir. Buna aid bir neçə sual işləsəniz, əliniz öyrəşəcək. Amma çox qəliz, vaxt aparan tipdir. Sağ olun, salamat qalın.